65-ci suala baxaq. Deməli, bu suala oxşar topluda bir sual vardı. B, bu hissə B-dir, B-nin kütləsi, M kütlədir. Bu hissə A-dır, A-nın kütləsidir. Əvvəlcə verilənlə işləyək. Yəni, A2B3 maddəsinin tərkibində 12 qram B maddəsi var. 28 qram A maddəsi var. Biz indekslərinə bölsək, yəni 28-i A-nın indeksinə bölsək, 1 ədəd A 14 qramdır, 1 ədəd B 4 qramdır. Qrafikə əsasən A dəyişmir. Yəni, bu hissədə A-nın kütləsidir və A sadəcə 28-dir. Bu maddədə nə qədərdir? 2 ədəd. Deməli, X-in tərkibindədir 2 ədəddir. Onda X maddəmizin formulu A2 hələ ki. Demək, burada isə B 8 qram olub. B 4-düdür. 8 qram olması üçün demək indeksi də 2-dir. Eyni indeksə malik olanlar ixtisar gedirdi və AB maddəsi əmələ gəlir. Cavab B.